Bismillahirrahmanirrahim. Bihi nesta'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rahmetullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Bəhsimiz Rəcəb ayının dualarının şərhi barəsində idi. Biz qeyd etdik ki, Yə mən ərcuhu li kulli xayr duası əsas iki hissədən ibarətdir. Birinci hissədə nidalardır, çağırışlardır. İkinci hissədə də istəklər. Biz İstəklər bəhsinə gəlib çatdıq və orada Allah Təbarək və Teala'dan bunları istəyirik. İlahi, səndən istəyirik bütün dünya və axirət xeyirlərini və səndən istəyirik ki, uzaqlaşdırasan bizdən bütün dünya və axirət şərlərini. Və qeyd etdik ki, bu istək çox böyük istəkdir. Əlbəttə, bundan sonra da bir istək var. Ona toxunacaq inşallah gələcək verilişlərimizdə. Və zidni min fadlik. Öz fəzlindən artır mənə. Bu artıq xüsusi bir istəkdir. Allahın izni ilə bu barədə danışacaq. Lakin burada bir məsələyə biz toxunduq ötən verilişimizdə. Qeyd etdik ki, Allah Təbarək və Teala'dan biz nə qədər istəsək, Allah Təbarək və Teala'nın rəhməti tükənən deyil. Yəni, insanın himməti yüksək olmalıdır. İstəyəndə böyük şeylər istəməlidir və elə düşünməli deyil ki, nəuzubillah, Allahın buna qüdrəti çatmaz, ya müəyyən bir paxıllıq eləyər, bu barədə də danışacaq inşallah. Belə düşüncə olmalı deyil bizdə. İstəyəndə böyük şeylər istəməliyik və bilməliyik ki, Allahın xəzinələri tükənməz. Mən bu barədə danışmaq istəyirəm. Bir-iki verilişimiz buna həsr olunacaq ki, Allah Təbarək və Teala'nın xəzinələri nə deməkdir və ümumiyyətlə Allahın xəzinələri tükənmir mənası nə deməkdir və nə üçün tükənmir? Bu suallara cavab verməyə çalışacaq. Quran-ı Kərimdə ayə var, 2 dənə ayə oxuyacağım, daha sonra isə keçəcəyik bu ayələrin təfsirinə və xüsusilə Hicr surəsinin 21-ci ayəsinin təfsirinə ki, o qədər gözəl izahlar var burada. Yəni, özünüz də görəcəksiniz, təqribən 4 dənə təfsir var, 3 dənə təfsir. Belə 3-cü xüsusilə təfsir müəyyən qədər qəbul oluna bilər, lakin 4-cü təfsir ki, Əllamə Təbatabainin təfsiridir, Əllamənin öz kitabından oxuyacaq. Olduqca dəqiqdir və diqqət istəyir. Əllamə özü də orada etiraf edir ki, bu hissəni ola bilsin çoxları başa düşməsin. İnşallah ümid edirik başa düşərsiniz, amma başa düşməsəniz eybi yoxdur, 3-cü təfsiri qəbul edin. Gəlin ayəni oxuyaq. Quran-ı Kərimdə Münafiqun surəsinin 7-ci ayəsində belə oxuyuruq. Əuzu billahi minəşşeytanirracim və lillahi xazainus semavati vel ard. Göylərin və yerin xəzinələri Allaha məxsusdur. Digər ayədə isə artıq biraz daha da bu məsələni açır. Buyurur: "Və in min şeyin illə indənə xazainuh." Elə bir şey yoxdur ki, onun bizim yanımızda xəzinələri olmasın. Min şeyin və in min şeyin illə indənə. Yəni, bütün şeylərin bizim yanımızda xəzinələr var. Yəni, hər bir şeyin demra xəzinətun, xəzənətun, xəzainun. Hər bir şeyin xəzinələri var. Xəzainun. Və mə nunəzziluhu illə biqadərin məlum. Və biz onu müəyyən əndazədə nazil edirik. Bu, Quran-ı Kərimdə bəzi ayələr var ki, onlar açar ayələrdir və digər mariflər əslində o ayələrə qayıdır. Məsələn, Quran-ı Kərimdə var ki, bütün biz məxluqları sudan xəlq edirik. Bu cür ayələr, ya çoxdur, nümunələri çoxdur. Bu ayə də həmən ayələrdəndir ki, əsl o zəngin marif bu ayədə yatıb. O qədər dəqiq o həqiqəti istəyir bizə çatdıra. Gələk birlikdə bu ayə ilə bağlı təfsirlərə işarə edək. Əllamə Təbatabainin təfsirindən oxuyuram. Əl-Mizan 12-ci cild Hicr surəsinin 21-ci ayəsinin təfsiri və səhifə də 347, yəni ərəb dilindən oxuyuram mən burada. 3 dənə təfsir gətirir. Nə üçün bu bəhsləri deyirik? Biz adətən bu ayənin ən az bu təfsirini bilək ki, nə demək istəyir, bu Quran ayəsidir. Həmçinin bizim bəhsimiz duadır. Allahdan nəsə istəyirik və çox böyük şeylər istəyirik. Və elə
Ola bilər bəzən zehnimizdə bir sual yaransın, ya bir şey də deyək ki, görəsən Allah Taala bunları ki bəxş edir, azalır, azalmır. Necədir Allahın bəxş etməyi? Ümumiyyətlə Allah Təala necə əta edir? Bunları istəyirik inşallah üzə çıxaraq ki, dua bəhsimizdən sıx əlaqəsi var. Çünki elə Rəcəb ayı dua ayıdır, Şəban, Ramazan ayı ki, Allah Taala'nın rəhməti enir. Özünüz də gözəl bilirsiniz bu barədə nə qədər bizim hədislərimiz var. Deməli, bəziləri bu cür təfsir veriblər. Məsələn, Fəxri Razi kimilər, bəzi alimlər gəlib deyiblər ki, ayənin kontekstinə baxanda biz görürük ki, ayə ruzidən danışır. Və burada da deyir ki, Allah Teala buyurur: "Və in min şeyin illa indana xazan." Elə bir şey yoxdur ki, onun xəzinəsi bizim yanımızda olmasın. Məqsəd məsələn bitkilərdir, meyvələrdir. Yəni Allah Təbarək və Təala bu bitkilərin mənşəyidir. Allah Teala bunu bəxş eləyir. Deyək ki, əgər bitki istəyirsə, deyək mənə bar versin, müəyyən bir meyvə və deyək ki, yaşıllaşsın, heyvanlar ondan yesinlər, biz özümüz istifadə eləyək buğdadan, arpadan və digər şeylərdən. Bu nəyə ehtiyacı var? Allahın xəzinəsinə ehtiyacı var. Allahın xəzinəsi də deyəndə, yəni məsələn Allah yağış yağdırmalıdır. Allah yağış yağdırır, o bitkilərə, o deyək meyvələrə, meyvə bağlarına, ağaclarına və bar verir. Bu da o deməkdir. Yəni burada deyək ki, başqa bir təfsir ardınca olaraq xeyr, sadə başa düşdüyümüz şeylərdir. Əllamə bu məsələni qəbul etmir və özümüz də düşünəndə diqqət etsək, görərik həqiqətən bu qəbul olunan təfsir deyil. Əllamənin dili ilə desək, وَلَا يَخْفَ عَلَيْكَ مَا فِيهِ مِنَ التَّكَلُّفِ Özünü zəhmətə salmaqdır, özünü əziyyətə salmaqdır. Quran-ı Kərim açıq aydın deyir ki, وَاِنْ مِنْ شَيْءٍ Elə bir şey yoxdur ki, bizim yanımızda onun xəzinələri olmasın. Yəni, sən burada məsələni sırf gedib orada məsələn bitkiyə aid edəsən, meyvəyə aid edəsən, bu yanlışdır. Quran-ı Kərim konteksti bunu inkar edir. Bəli, biz qəbul edirik. Əgər yağış biz Allahın xəzinələrindən sayılır, bəli, düzdür. Lakin sən bunu yalnız bu götürəsən, bunu nəzərdə tutasan, deyəsən, yağış Allahın xəzinələridir, bu yanlış düşüncədir. Və digər burada məsələlər də var. Məsələn, bi qədərin məlum, biz müəyyən bir əndazədə nazil edirik və digər məsələ deyir ki, qədər sözü ilə uyğun deyil. İnşallah özünüz baxarsınız iradlarına, mən istəmirəm, toxunam, yəni qəbul olunmur bu. Və Əllamənin izahından da aydın olacaq, həqiqət nədir? Ki, bir sözləri izah eləyəcək, ayədə keçən sözləri və daha sonra təfsir verəcək və gözəl insan, yəni Allah özü kömək olsun ki, həqiqətən bu cür maarifləri biz dərk edə bilək. Daha sonra gəlir bu məsələyə toxunur, ikinci əslində burada təfsirdir. Müasir alimlərdən bu təfsiri veriblər. Gəlib deyirlər ki, Allah Təbarək və Təala ki buyurur, bütün şeylərin xəzinələri var bizim yanımızda, yəni qüdrəti, Allahın qüdrəti mütləqdir. Yəni Allahın məqduratından da hər bir şey, Allahın qüdrətindən həyata keçir hər bir şey. Allama buyurur ki, bu təfsir də uyğun deyil. Çünki həm xəzinə mənasına ona uyğun deyil və həmçinin burada əgər el olsa, xüsusi şəxsdən söhbət getməyəcək, növdən söhbət gedəcək və iradların bildirir. Və həmçinin burada qədər sözünə də uyğun deyil ki, siz gəlib burada qədəri ancaq həsr edirsiniz ədəddə, yəni müəyyən bir ədəddə Allah Teala nazil edir. Və digər burada iradlar ki, deyir ki, bu nə ayənin o universallığına uyğundur bu təfsir, nə də ki, ayədə keçən sözlərə. Ki, məsələn, Quran-ı Kərimdə ayələr var ki, qədəri bizə izah edir. Qad cəalallahu li kulli şeyin qadira. Allah Teala hər bir şey üçün bir əndazə qərar verir. Amma sizin təfsirinizi götürsək, bu məna, yəni bizə əldə olunmayacaq, bu mənanı əldə edə bilməyəcəyik. Və həmçinin üçüncü və sonuncu təfsiri düşünün, bunu da dəstək bəhs eləyər, keçərik növbəti dərsimizdə, bəhsimizdə Əllamənin təfsirinə. O da müasir təfsir alimləridir ki, Əllamə bunu qəbul edir müəyyən qədər. Nə mənada? Yəni, deyir ki, eybi yoxdur. Əgər mənim dediyimi başa düşməsəniz, bu təfsiri siz qəbul edin.
Nə deyir burada? Deyir ki, xəzinələr deyəndə, yəni müxtəlif o ünsürlər. Onlar ki, həyat mənşəidir və bütün ruzilər ona qayıdır. Deyək ki, məsələn, nur. Əgər nur olmasa, demək olar ki, məsələn, günəşin nuru, enerjidir, hər şey oradan alınır, nə bilim, çox şeylər, ya məsələn, külək, ya su. Bunlar, yəni, əsas o bütün ruzilərin, insanın həyatının davam etməsi üçün lazım olan xəzinələr, yəni o şeylər Allahın yanındadır. Deməli, xəzinələr deyəndə xüsusi lazım olan əsas ünsürlər. Allah deyir ki, bəli, bu münasibdir, daha uyğundur, lakin bundan da gözəl təfsir var. Bir-iki dənə burada irad deyir, baxarsınız, inşallah növbəti çəkilişimizdə Əllamə Təbatabainin təfsirinə toxunarıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.